Naxçıvan şəhər İcra Hakimiyyəti tərəfindən 12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü ilə bağlı monitorinq keçirilib. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın üzvləri, Naxçıvan şəhər Polis İdarəsi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları ilə birlikdə Naxçıvan şəhərində keçirilən monitorinqdə sahibkarlara uşaqların əməyə cəlb olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydalar barədə məlumatlar verilib, broşürlər paylanıb. Keçirilən monitorinqlərin məqsədi qanunsuz şəkildə əməyə cəlb olunan uşaqların aşkar edilməsindən və qanunsuz şəkildə əməyə cəlb olunan uşaqların əməyə cəlb olunmasının qarşısının alınmasından ibarətdir. Həmçinin qeyd etmək istəyirəm ki, bu kimi monitorinqlər daimi Naxçıvan şəhər İcra Hakimiyyətinin yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın üzvləri tərəfindən mütəmadi olaraq keçirilir və keçiriləcəkdir. Xosrov İbrahimov, Arzu Sadiqov, NTV Xəbər.